Vaxtınız xeyir olsun gənclər. Söhbət puldan gedən videolarımıza qaldığımız yerdən davam edirik. Bugün sizə telefonla pul qazana biləcəyiniz yeni istifadəyə verilən bir sayt göstərəcəm. Saytdan pul qazanmanın məntiqi asandır. Gün ərzində maksimum 1-2 dəqiqə vaxtınızı alır. Buradan girib pul qazanmaq və çıxarış eləmək. Hamısı asandır. İndi videomuzun daxilində ümumiyyətlə bəhs eləyəcəm və buradan mən pulu Binance-a çıxarış edirəm əsasən. Amma siz digər elektron cüzdanlara da çıxarış edə bilərsiniz. Deməli, saytımız budur. Linkini verəcəm videonun altında. Həmin linkdən birbaşa sayta giriş edə bilərsiniz. Bildiyimiz standart mining saytlarına bənzəyir. Faizlə pulu geri verən saytlara. Yəni, məntiqi eynidir. Baxın, giriş eləyəndə burada özü də sizə müəyyən məlumatları verir. Ana səhifəsində. Mən pul qazanıb çıxarış eləmədən əvvəl sizə onu bildirim ki, həmişə bunu deyirəm onsuz da. Belə deyək, mining saytlarında hər zaman risk olur. Yəni, risk nədir? Ola bilər siz buradan istifadə eləyərsiniz, yəni yatırım eləyərsiniz bu tip saytlara. 1 ay, 2 ay və yaxud 1 il sayt işləyər, pul qazanarsınız. Yəni, yatırım elədiyiniz məbləği qat-qat çıxarmış olarsınız. Ola bilər tam tərsi. Yatırım eləyərsiniz, sayt bir günə bağlanar. Belə şeyləri nəzərə alın, ondan sonra istifadə eləyin mining saytlarına. Burada indi baxaq görək mənim nə qədər qazanıram və yaxud qazanc üsulları hansıdır. Deməli, baxın, balansımda 8 dollar pul var. Görürsünüz. Bu nə işə yarayır? Bir də buna baxım görün, bu nədir? Giriş eləyəndə çarx vermir. Referans yatırımı eləyən zaman, yəni sizin referansınız sayta yatırım eləsə, 84 dollar dəyərində. Sayt sizə belə bir çarx verir və çevirirsiniz, oradan hədiyyə qazanırsınız. Əsas qazanc üsulu isə, baxın, bu Quantify deyə bir bölmə var. Buranın da adını heç vaxt deyə bilmirəm. Yatırımsızda pul qazanmaq olur. Yəni, yatırımsız referansdan. Amma bizə əsas maraqlı olan, yəni yatırım eləyib pul qazanmaqdır. Məsələn, 8 dollar və yaxud daha çox yatırım eləyəndə bu pulun gündəlik 25,5%-ni bizə geri verir. Və yaxud biraz aşağılara gəlsək, 24 dollar və yaxud daha çox yatırım eləyəndə bu pulun 26,67%-ni bizə geri verir. Biraz daha artırıb 84 dollar və üzəri yatırım eləsək, 27% pulu geri verir. Yəni, belə başa düşdük ki, bizim yatırımımızı gün ərzində faizlərlə bizə geri verir. Və buradan da nəticəni çıxarmaq olar ki, ortalama, məsələn, bizim yatırım etdiyimiz məbləğ 4 gün ərzində geri qayıdır. Artıq 4 gündən sonra buradan nə qazansaq bizim xeyrimizədir. Məncə başa düşə bildik. Burada belə paketlərin dəyəri artdıqca gündəlik qazandırdığı pulun miqdarı da artır. Yəni, baxın, burada dəyişir 5.000, 10.000, ta ki 60.000-ə qədər yatırım eləmək mümkündür. Amma siz gəlib bura o qədər böyük pullar yatırım eləməyirsiniz da. Yəni, məncə mining saytlarına qoymaq olar maksimum 50 dollar, 100 dollar belə. İndi mənim bu saytda hal-hazırda istifadə etdiyim budur. Mən hər saytda həmişə minimumu alıram. VIP 1-i və yaxud VIP 2-ni falan alıb istifadə edirəm. 8 dolların gündəlik 25%-ni geri versə, ortalama mənim burada qazancım gün ərzində olur 2 dollar. Baxın buradan. 2 dollar qazanmış oluram. Bəs yaxşı, bunları alıb istifadə etmək üçün nə etmək lazımdır? Birinci, yatırım eləməliyik biz. Baxın, burada da məlumatları verir. Sizə lazım olsa baxa bilərsiniz. Burada recharge var. Yatırım eləmək üçün bölmə. Recharge-a gəldim. Yatırım üçün burada 5 fərqli fürsət verir bizə. Yəni 5 fərqli yatırım seçimi var. Əsasən biz bunların arasından TRC20 USDT-ni istifadə edirik. TRC20 USDT kimi bura yatırım eləmək istəsəz, sizə verilən bu adresi kopyalayırsınız. Məsələn, nə qədər yatırım eləmək istəyirsinizsə, tutaq ki, 30 dollar. Həmin dəyərdə pulu göndərirsiniz bura və göndərindən də sonra Recharge Complete. Bu yazıya klik edirsiniz ki, pul təsdiq olsun, köçsün balansınıza. Yəni, bura mütləq qurmaq lazımdır. Tutaq ki, yatırım elədiniz, pul gəldi balansa. Ondan sonra gəlirik bura. Balansımda artıq pul var. Gündə bir dəfə bu Start bölməsinə klik edirik. İndi mən Start deyirəm, başlayıram. 5-10 saniyə belə bir şey fırlanır və bizim gündəlik pulumuzu verirlər. Bir dənə gözləyək, artıq bitmək üzrədir. Complete yazıbdır. Baxaq görək, təxminən 2 dollar falan verəsidir və yaxud 2 dollardan 10-15 sent artıq olar. 5 sent, 10 sent belə. 2 dollar 4 sent verdi. Super. Belə pulu alanda, bir də onu da deyim.
Bir də siz növbəti bunu alasınız 24 saatdan sonra gündə bir dəfə verir sizə. Belə pulu alanda baxın yatırım elədiyim məbləğ burada kilitli qalır 8 dollar. Amma gündəlik qazancımı çıxarış edə bilərəm. Hə, pulu da qazanan kimi çıxarış eləyin də. Yəni deməyin ki, hə, saytda qalsın, bir həftə sonra toplam çıxarış eləyirəm. Belə yox. Gəlin o saat çıxarış eləyin. Saytda qoymayın qalsın. Birinci yerə miqdarı yazıram. Buraya isə B primi adresim lazımdır mənim. Bir dəqiqə, buraya 24 yazdıq. Buraya isə B primi USDT adresim. Mən əsasən Binance-a çıxarış edirəm. Ona görə Binance lazımdır mənə. Depozit bölməsinə gəldik. Seçirəm USDT. Kopyaladım. Və burada yapışdırıram. Confirm deyirik. Əla, withdraw successful. Təxminən 1-2 dəqiqəyə bizim pullarımız gələr. Ona kimi mən sizə burada başqa bölmələri izah edeyim. Pulumuz köçənə kimi. Yatırımsız pul qazanmaq üçün burada referans bölməsi mövcuddur. Baxın, burada bizim referans linkimiz, referans kodumuz var. Biz bunu paylaşırıq hər hansısa bu tip saytları istifadə etmək istəyən tanışımızla və yaxud Facebook qruplarında, Telegram kanallarında falan. Onlarda paylaşıb özümüzə referans toplaya bilərik. Yəni kimsə bizim linkimizdən qeydiyyatdan keçəndə bizim referansımız olur. Və referansımız sayta yatırım eləyəndə sayt bizə 12% bonus verir. Misal üçün bizim referansımız gəldi bura 50 dollar pul vurdu. Bunun 12%-i eləyir 6 dollar. Sayt bizə 6 dollar bonus verir. Belə. Və bundan başqa da tutaq ki, saytda bir problem baş verir. Nə bilim, şifrənizi yaddan çıxartdınız, hər hansısa bir problem oldu da. Gəlirsiniz bunların Telegramına buradan giriş edirik. Burada həm bunların Telegram kanalları var belə. Burada bilgiləri paylaşırlar, sizə lazım məlumatları. Burada isə bir dəqiqə, geri qayıdaq. Müştəri dəstəyi var. Telegram. Bura yaza bilərsiniz suallarınızı bir problem baş verdikdə. Artıq bizim pulumuz da köçür Binance-a. Baxın 1.99 dollar ödəmə alırıq. Yəqin 5-10 saniyə 5-10 sent komissiya çıxıbdı. Əla. Ödəmə gəldi, hər hansısa bir problem yoxdur. Üstdən də bildiriş verdi. Super. Yəni hər hansısa bir sıxıntı yoxdur. Normal şəkildə ödəmə eləyir. İndi baxın, məsləhət olsa, ağlınıza batsa istifadə eləyə bilərsiniz siz də.